Bismillah. Assalamu aleykum əziz müsəlmanlar. Demək, keçən dərsdə 10-cu dərsimizin, kitabdan 10-cu dərsimizin mətninin bir hissəsini keçdik. Ondan da əlavə deməli, cədvəli verdim sizə. Dedim ki, bunu mütləq əzbərləyin. Ümid edirəm ki, əzbərləmisiniz və mətndəki yeni sözləri onları da əzbərləmisiniz. Bu günləri isə inşallah qaldığımız yerdən davam edəcəyik. Deməli, sonuncu cümləmiz o azami ilə buradan o tərəfə inşallah keçəcək. Buradan Həmid soruşur ki, Əhuvə əydan minəl-hindi Əhuvə əydan minəl-hindi O, əydan həmçinin deməkdir, dadə. Həmçinin dadə. O da həmçinin minəl-hindi, Hindistanlandırmı? Lə, xeyr. Huvə minəl-yəbəni. Xeyr, o Yaponiyadandır. Məsmuhu, mə bilirik nə deməkdir? İsm ad deməkdir. Hu da sözün sonuna qoşularkən bir şeyin ona məxsus olduğunu bilir. Məsələn, götürək kitab sözünü. Kitab deməkdir. Üzərinə hu gələndə olur kitəbuhu. Onun kitabı. Eyni şəkildə qələm sözü olacaq qaləmuhu. Onun qələmi. Beyt, beytuhu. Onun deməli, evi və s. Məncə, misallar kifayət edir. Mə ismuhu və yaxud da məsmuhu, onun adı nədir? İsmuhu Həmzətu. Onun adı Həmzədir. Mə lüğətükə yə Muhammədu. Nədir? Lüğətun dildir. Nədir sənin dilin, ey Muhammed? Növbəti səhifəmizə keçək. Lüğəti əl-urdiyyətu. Mənim dilim urducadır. Urdu dilidir. Bu dil əsasən deməli, Hindistan, Pakistan, Əfqanistan, təxmini bu zonalarda istifadə olunur. Geniş istifadə olunan dillərdən biridir. Deməli, hiyə lüğətun səhlətun. O, asan dildirmi? Nəəm hiyə lüğətun səhlətun. Bəli, o asan dildir. Və Həmzətu. Bəs Həmzə mə lüğətuhu. Nədir onun dili? Cavab verir Muhammed deyir ki, lüğətuhu onun dili əl-yəbəniyyətu. Onun dili Yaponcadır, Yapon dilidir. Və hiyə lüğətun sa'bətun. Və o çətin dildir. Sa'bun çətin, lüğətun sa'bətun, çünki lüğətun qadın cinsindədir. Ona uyğun da sa'bətun olur. Demək, burada bir qısa xatırlatma kimi, belə deyək, haşiyə çıxmaq istəyərdim. Burada yazıb əl-lüğətul yəbəniyyətu və burada gördüyünüz bu hieroqliflərmi deyək və yaxud da ki, hərflər deyək. Bax, bu şəkildə Yapon dilidir. Fikirləşin ki, əgər bizim üçün Quran və yaxud da ki, ərəb dili bu şəkildə nazil olsaydı, bunu kimlər öyrənərdi? İndi cəmi 28 hərfdir ərəb dilində. Bizdə 32 hərfdir, ərəb dilində cəmi 28 hərfdir. Bununla belə insanlar şikayətlənirlər ki, ərəb dili çətindir, biz öyrənə bilmirik və s. və axır. Halbuki Allah Quranı Yapon dilində, Çin dilində və yaxud da ki, hansısa qədim dillərdən birində nazil etsəydi və biz o dilləri ümumiyyətlə fikirləşin ki, 3000, 5000, 10000 hieroqlif öyrənməlisiniz. Hər bir hieroqlifin mənası da bir sözü ifadə edir. Onu öyrənəsi olsaydıq, kimlər öyrənərdi? Özünüz fikirləşin. Bu Allahın asançılığıdır, nemətidir ki, bizə cəmi 28 hərfi öyrənməklə deməli, ərəb dilində oxuya bilirik, başa düşə bilirik, bu dildə danışa bilirik. Bu Allahın bir nemətidir, asançılığıdır. Odur ki, heç də şikayətlənməyin ki, ərəb dili çətindir. Heç olmasa insaf naminə ən azından digər dillərə də baxsınlar, ən azından Yapon, Çin dili və qədim digər dillərə baxsınlar və ondan sonra dəyərləndirsinlər ki, ərəb dili doğrudan da çətindirmi? Bu bir qırağa. Ondan da əlavə demək olar ki, ərəb dilindəki sözlərin
böyük əksəriyyəti bizim dilimizdə istifadə olunur. Demək olar ki, bəlkə də 35-40%, bəlkə də ərəb sözləri bizim dilimizdə istifadə olunur. Yəni necə deyə bilərsən ki, bu dil sənə çətindir? İnşallah buna aid də ayrıca videolar hazırlamaq niyyətindəyəm. Allah asanlaşdırsa təbii ki, bizim dilimizin ərəb dilinə nə qədər yaxın olduğunu əyani şəkildə inşallah sizlərə göstərəcəm və paylaşacağam. Özünüz də gedəndə yollarda və yaxud da ki, hansısa bir deməli yazılara baxsanız, yollarda və yaxud da ki, başqa məkanlarda görəcəksiniz ki, doğrudan da böyük əksəriyyət sözlər həm kitablarımızda, həm ümumiyyətlə əsərlərdə böyük əksəriyyəti ərəb dilindən götürülmə sözlərdir. Bəli, dərsimizə qaldığımız yerdən davam edək. Bu ayrıca bir deyək, videonun mövzusudur. İnşallah Allah nəsib eləsə bu barədə paylaşımlar edərəm. Demək, əynə əbukə yə Muhammedu. Haradadır? Əb ata deməkdir. Əbukə sənin atan. Haradadır sənin atan ey Muhammed? Əbi fil Kuveyti. Əbi, əb atadır. İ artıranda mənim olur. Əbi, mənim atam fil Kuveyti. Kuveytdədir. Huva tabibun şəhirun. O məşhur həkimdir. Və əynə ummukə. Bəs sənin anan haradadır? Hiyə eydan. O da həmçinin fil Kuveyti. Küveytdədir. Məə əbi. Mənim atamla bircə, mənim atamla bərabər. Hiyə müdərrisətun hunəkə. O müəllimədir orada. İki dənə söz var, bunlar bir-birinə çox oxşuyur. Deməli, bunu istəyirəm burada qeyd edeyim. Hunə və hunəkə. Hunəkə orada deməkdir, hunə isə burada deməkdir. Burada, bura sözü bizə daha yaxındır məsafəcə. Məsələn, bura, biz buradayıq, məsələn, əlimizlə işarə edəndə deyirik ki, bura. Ora isə bura sözünə nisbətən daha uzaqdır. Deməli, uzaq olan söz belə rahat yadınızda saxlaya bilərsiniz. Uzaq olan söz uzun sözdür. Hunəkə. Yaxın olan məsafə də qısa sözdür. Hunə. Bu şəkildə rahat əzbərləyə bilərsiniz. Bəli, dərsimizə davam edək. Deməli, deyir ki, Əzəhəbtə iləl Kuveyti yə Muhammedu. Düşünürəm ki, burada saxlasaq daha yaxşı olar. Çünki burada feil var. Feili də keçmək tələbələr üçün uzun olacaq. Ona görə inşallah burada saxlayaq. Gələn dərsi Allahın izni ilə bu qaldığımız yerdən davam edərik. Allah asanlaşdırsın. Əssəlamu aleykum və rəhmətullah.